6 июня в рамках Дней культуры Азербайджана, проходящих в Туркменистане, в Государственной библиотеке Туркменистана состоялась церемония открытия уголка азербайджанской литературы. В мероприятии приняли участие заместитель министра культуры Азербайджана, директор Национальной библиотеки Азербайджана, депутат Милли Меджлиса, член Азербайджано-туркменской межпарламентской группы дружбы, заведующий отделом Министерства культуры Туркменистана и секретарь Союза писателей Азербайджана. В своих выступлениях участники отметили, что открытие уголка азербайджанской литературы в главной библиотеке братской страны является значимым культурным событием. Было подчеркнуто, что создание такого уголка предоставляет возможность проживающим за рубежом соотечественникам, а также местным жителям ближе познакомиться с произведениями выдающихся азербайджанских литературных и общественных деятелей. Отметим, что в новом разделе представлены различные издания, посвященные истории, культуре, литературе и современному развитию Азербайджана. В дальнейшем Национальная библиотека Азербайджана продолжит работу по пополнению уголка новыми изданиями. Bugün Türkmenistan qardaş Türkmenistan'da Azərbaycan mədəniyyətinin günləri keçirilir və bu mədəniyyət günlərinin ən böyük özəlliyi ondan ibarətdir ki, artıq son 3 il ərzində mən deyərdim ki, hardasa 6-dan artıq ölkədə mədəniyyət günləri keçirilib və bu mədəniyyət günlərində kitab həmişə öndə gedir. Bu məni çox sevindirir. Çünki xalqın, millətin tarixini, ədəbiyyatını, milli mənəvi dəyərlərini, milli kimliyini ümumiyyətlə müəyyən etmək üçün kitablara müraciət etmək lazımdır. Xalqların tarixi də kitablarda yaşayır və mənə elə gəlir ki, bu ölkələrdə belə ədəbiyyat güşələrinin açılması həmin xalqların tarixinin, mədəniyyətinin öyrənilməsində o ölkələrin əhalisinə, oxucularına yaxından köməklik göstərəcəkdir. Bilirsiniz, biz artıq 19-cu kitab güşəmizi açırıq və hər bir dünya ölkələrində. Düzdür, bunun son ildə bir 6-sını açmışıq. Son 2 ildə 6 ölkədə belə gürüş açmışıq. Bu o deməkdir ki, artıq o 6 ölkədə o ölkənin vətəndaşları, eyni zamanda həmin ölkədə yaşayan Azərbaycanlılar haradasa gedib Azərbaycanın bugünkü reallıqlarını, bugünkü uğurlarını, Qarabağda həyata keçirilən dinc quruculuq işləri ilə tanış olmaq üçün o kitablardan istifadə edəcək, bəhrələnəcəklər və mən elə bilirəm ki, bizim təkcə orada yaşayan Azərbaycanlılarımız yox, bizim dost, qardaş ölkələrimizin vətəndaşları da buna çox sevinəcəkdir. Mən istərdim ki, həmişə xalqımız haqqında xoş sözlər deyilsin. Xalqımızın tarixi haqqında, ədəbiyyat haqqında o xoş sözlər də bu kitablarda yığışır. Bu kitabların, bilirsiniz, kitab, mədəniyyət həmişə elçidir deyirlər. Humanizmin, mədəniyyətin, ədəbiyyatın, tarixin yerinə yetirdiyi missiyanı insanlar yerinə yetirə bilmir. Təbii ki, insanların əlinin, əməyinin, beyninin məhsulu olaraq kitablar meydana gəlir və o da xalqlar arasında geniş körpü yaradır. Mən çox fəxr eləyirəm və mən inanıram ki, Türkmenistan və Azərbaycan xalqları arasında əməkdaşlıq daha da genişlənəcəkdir və bizim bu güşəmiz daha böyüyəcəkdir və biz hər il o güşəni yeni kitablarla təmin edəcəyik.